Xoş gördük. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Cümədir. Bugün minbər verilişinin çəkiliş qrupu Günəşidəki Fatimə-i Zəhra məscidindədir. Bu həmən o məsciddir ki, cəmi 2-3 il əvvəl sözün əsl mənasında dindarların ağrılı yerinə çevrilmişdir. Məsələ burasındadır ki, məhkəmənin çıxardığı qərara əsasən bu Allah evi sökülməli idi. Amma elə Allahın lütfü və inayəti ilə hər şey yaxşı bitdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məsələyə müdaxiləsi bu Allah evinin sökülməsinin qarşısını aldı. İndi yüzlərlə müsəlman bu məscidə gələrək Allahın buyurduğu vacibatları yerinə yetirirlər. Cümə günü bu məkana toplaşaraq cümə namazı qılırlar, cümə xutbəsini dinləyirlər. Minbər verişi bugün bu məscidə söylənəcək cümə xutbəsini dinləməyə sizi dəvət edir. Buyurun, Hacı Ramil Bədəlovu dinləyək. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. نحمده ونشكره نستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد ثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي buyurur mentikuhumus sevab. Həmmam təqvalı insanlar sözləri, kəlmələri yalnız və yalnız xeyir olar. Yaxşı sözlər danışarlar, gözəl sözlər danışarlar. Onlar qeybət eləməzlər, onlar yalan danışmazlar, onlar böhtan atmazlar. Sözləri sırf gözəllikdən başqa bir şey olmaz. Bu təqvalı insanların digər xüsusiyyətidir. Dilindən nur tökülər. Oturarsan onun yanında, insan qulaq asar, onun sözləri insanın imanına təsir eləyər. Və biləsiz, qiyamət günü o dillər ki, günah elədi, yalan danışdı və digər günahları elədi, qiyamət günü o dil insanın əleyhinə şəhadət verəcək. يَوْمَ تَشْهَدُ عَلَيْهِمْ أَلْسِنَتُهُمْ وَأَيْدِيهِمْ وَأَرْجُلُهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ Allah Qur'an-ı Kərimdə buyurur. Buyurur, qiyamət günü bəzi insanların dili gəlib onun əleyhinə şəhadət verəcək. Deyəcək, bu qeybət elədi. Əllər şəhadət verəcək, ayaqlar şəhadət verəcək, danışacaq qiyamət günü bizim vücudumuz Allahla və deyəcək, niyə danışırsan? O cavab verəcək bu Qur'an-ı Kərimdə ayədir. O bizə cavab verəcək, məsələn, əlimiz, mən neyniyim? Məni danışdıran danışdırır. O Allah danışdırır. O da insan danışığına çox fikir verməlidir. Allahın Resulü bizim Peyğəmbərimiz səhabələrini elə tərbiyə eləmişdi ki, onlar oturanda bir yerdə səhabələr özləri deyir, biz oturanda bir nəfər məsələn söhbət eləyirdi, indi istəyirik biz də danışaq. Danışmaq istəyirik, o qədər danışmağa ehtiyacımız olurdu. Susuz insan suya ətşan olduğu kimi ətşan idik. İstəyirdik, söz deyək, dayanırdıq, fikirləşirdik. Deyirdik, bəlkə bu artıq kəlmə olar, niyə danışaq? Peyğəmbər belə tərbiyə eləmişdi. Hətta bu qədər diqqətlidirlər ki, artıq kəlmələr danışmasınlar. Və danışarkən gözəl danışsınlar. Həm qadın, həm kişi. Vəzifədir ki, gözəl danışsın. Üzr istəyirəm, dönə-dönə bu kəlməyə görə, bu ifadəyə görə, yəni insanın dilindən nalayiq sözlər çıxmasın. İffətli olsun dili. Dilə iffət lazımdır. İmam Səccad əleyhissalam buyurur, Əl-qavlul həsən, gözəl kəlmələr, yəni insan gözəl danışır. Dilindən nalayiq sözlər çıxmır. Bir insan belə olarsa, yəni gözəl danışarsa, istər qadın, istər kişi, Allah onun ömrünü uzadar, bu bir. Ömrünə bərəkət verər inşallah. İkinci budur, malı artar. Mən oxudum bir hədis ki, insan nalayiq sözlər danışsa, deyir, Allah pulundan, malından bərəkəti götürər. Buradan qazanır, buradan gedir. Hara getdi? Getdi. Çünki dilin iffəti getmişdi.
Buyurdu, ailəsində sevilər. Üçüncü məsələ budur. Ailəsində onu sevərlər. Çünki daha dili kobud deyil, gözəl danışır evdəkilərlə, ailəsi ilə, istər xanım, istər kişi. Ailəsində sevgi qazanır. Və dördüncü məsələ budur, cənnətə daxil olar. Allah aparar onu inşallah cənnətə. Və sual edildilər ki, imamlardan birinə, İmam Baqir əleyhissalama, gözəl kəlmədən məqsəd nədir ağa? Yəni, gözəl deyəndə, gözəl danışın, yəni nə? Ağa buyurdu, gözəldən məqsəd, nə cür istəyirsən səndən danışsınlar? İstəyərsən səndən kobud-kobud danışsınlar? İstəyərsən səndən acı-acı danışsınlar? Nalayiq sözlər desinlər, məsxər eləsinlər? Yox. Onda sən də belə ol. Onda sən də belə ol, qarşı tərəfindən o cürlə danış. Və hər kəlmənin müqabilində Allah buna şahiddir ki, qiyamət günü sorğu-sual var. Hər kəlmənin müqabilində. Niyə bunu dedin? Niyə bunu demədin? Niyə o sözü işlətdin məsələn? Bir gün mən bunu deməmiş, biləsiniz, qiyamətin səhnəsi ki, insan hələ cənnətə getməyib, o ağır səhnələrdə insan o səhnədə dayanır, sorğu-sual olunur. Allah şahiddir ki, mən bu vaxtda izləyən ki, oxumuşam, doğrudan ağırdır. Bir gün deyir, Peyğəmbər Əbazərlə Salmana hərəsinə bir dirhəm verdi. Deyir, götür bunu, gedin. Salman getdi, tez Allahın yolunda xərclədi. Əbazər də biraz indi o yana, biraz bu yana xərclədi də, halal yerləri xərclədi. Amma özünə sərf elədi, biraz o yana, biraz bu yana böldü pulu. Deyir, sabahsı gün Peyğəmbər çağırdı. Salmanı da çağırdı Əbazərdə. Bir od qaladı, odu qalayandan sonra odun üstünə bir dənə daş qoydu. Daş başladı qızmağa, daş qızandan sonra daşı qoydu kənara. Ondan sonra dedi, Salman, dedi, bəli ağa, ya Rasulallah. Dedi, gəl, çıx bu isti daşın üstünə. Dinən dünənki pulunu inəmişəm. Deyir, Salman gəldi, tez ayaqlarını qoydu, dedi, Allahın yolunda xərcləmişəm, düşdü. Da bitdi də məsələ. Əbazərə baxdı, Peyğəmbər də Əbazər, gəl, ya Allah. Əbazər baxdı, diyandı. Deməlidir, ora xərclədim, bura, filan yerə, biraz vaxt çəkəcək, ayaqda yanacaq axı, diyandı Əbazər. Peyğəmbər də Əbazər, bilirəm, gəlmə. Amma bunu niyə belə elədim? Biləsən, qiyamətin səhnəsi bu daşdan istidir ki, orada soru-sual verəcəksən. Orada sənə sual verəcəklər. Elə olsun ki, cavab verə biləsən, uzanmasın hesab kitabın. Hər kəlmənin müqabilində soru-sual olacaq. O kəlmələr ki, Allah istəməyib biz danışmışıq, onun hesab kitabı olacaq. Əgər tövbə eləməsək, əgər tövbəsiz getsək, danışanda insan gözəl danışsın. Əleyhisselam buyurur, səhabələrdən birinə buyurur, kun kənnəhlə, bal arısı kimi ol günan. Sonra başa salır ki, bal arısının hansı xüsusiyyətləri var. Allah bal arasında da belə ibrətlər qoyub insanlar üçün. Balaca bir dənə bal arısıdır, onda da ibrətlər qoyub. İbrət gözündən baxan insanlar üçün. Otur, bax ona, nə qədər ibrətlər var. İndi mən sənə deyirəm, bax gör, heç fikirləşmişik bu ibrətlər haqqında. Deyir, bal arısının birinci xüsusiyyəti budur. İzə əkələt tayyiba. Bal arısı yemək istəsə, gedər gülün üstündə oturar, güldən qəşəng şirəni çəkər. Yəni, gözəl şeyləri çəkər. Yəni, gözəlliyə qulaq as. Nalayiq sözlər ki, danışılır, orada iffətsiz söhbətlər gedir, orada oturub qulaq asma, bal arısını oxşa. Bal arısı güldən şirə çəkmir, sən də elə ol deyir. İkinci xüsusiyyətini deyirəm sənə, İzə vəzəət teyyiba. Bu bal arısı şirəni çəkir, balı istehsal edir, hazırlayır, ondan sonra bal verir insanlara. Yəni, sənin də sözlərin bal olsun. Gözəl danış, iffətlə danış, qəşəng danış. Üçüncü xüsusiyyəti bilirsən, bal arısının nədir? İndi sahabı da qulaq asır. Ağa nədir? Buyurdu, bal arısı gəlir ki, gülün üstündə oturur, saplağının üstündə oturur, şirəni çəkir. Saplağın üstündə oturanda saplağı qırmır. Yəni, çörəyə keçdiyin insanla başa düşdürsən, yəni nədir? Da çörəyə insanın gərək dizinin üstündə olmasın. Ondan ki, xeyir gəlir, ona quyu qazma, yəni. Ona ziyan vermə. Ondan ki, sənə xeyir gəlib, xeyirdən başqa bir şey gəlməyib. Başqa bir hədisdə buyurur, Əleyhisselam buyurur, bal arısı uçur göydə, yanında da quşlar uçur. Quşlar baxır buna, deyir buna bax, balacadır da, çox balacadır. Amma deyir, o bal arısında balaca olmaqla yanaşı, onların xəbəri yoxdur, şirə var. Bu tərəfdən də iynəsi var da. Lazım olsa sancır. Sancsa da ölür.
Yəni şücaəti də var. Bilir ki, sancısı öləcək. Amma yeri var da hər şeyin. Bu qədər xüsusiyyətlər. Başqa hədisdə buyurur, bal ağacının xüsusiyyəti budur. Gələr güllərin üstündə oturar da, gedər üzr istəyirəm zirzibili üstündə oturmaz, milçək kimi deyil. Yəni insanların gözəl xüsusiyyətlərini götürür. Bir nəfərdə gözəl xüsusiyyəti gördünüz, danışın orada burada. İnsan diqqətli ola, dilindən nalayiq sözlər çıxmayan. Hədislərdə, ayədə Quran-ı Kərimdə buyurur, فَاجْتَنِبُوا الرِّجْسَ مِنَ الْأَوْسَانِ وَاجْتَنِبُوا قَوْلَ الزُّورِ Bütdən uzaqlaşın, bütə sitayiş eləməyin. Bütdən sonra deyəcəyi söz budur. Qavlə zur. Pis kəlmələrdən uzaqlaşın. Bütlə gətirir, pis kəlmələri qoyur yan-bayan. Deyir, bu 2 dənə məsələdən uzaqlaşın. Gör, nə qədər mühüm məsələdir. Hətta tövsiyə eləyirlər bizə düşməni belə söymə. Söymə. Dilivin iffəti gedər. Əleyhissalam gedirdi müharibəyə. 2 nəfər də yanında gedir. Biri Əmr ibn Həmq, biri də Hucr ibn Udey. Bunlar ikisi də Əliyə xas sahabələrdir. İkisi də Muaviyyənin zamanında başı kesildi. Hucr ibn Ədi o şəxsdir ki, onun da başı kesildi, qanına qəltan oldu. Əmr ibn Həmq də o şəxsdir ki, Əliyə o qədər aşiqdir, müharibədə gəlib yanardı Əleyhissalamın qabağında, baxardı Əliyə, deyərdi, mən sənə aşiqəm. Bu qədər istəyərdi ağını. Amma deyir, bunlar biraz başladılar Muaviyyə tərəfi bir sıra sözlər deməyə, o boyda pis sözlər yox. Dilim yaraşmazdı onlara yəni. Onlar o hansı məqamdaydılar, onların dilinə o sözlər yaraşmazdı. Başladılar belə deməyə, Əleyhissalama xəbər çatdı. Xəbər çatandan sonra çağırdı ikisində. Dedi, niyə o sözləri demirsiniz? Dedi, ağa, onlar bizim düşmənimiz deyil. Dedi, düşməninizdir bilirəm. Amma dilimizin iffəti gedir axı. Dilimizin iffətini qoruyun. Dilimizi qoruyun. Əmr ibn Həmq qayıtdı, ağa, gözlərim üstə. Ucunu da, hucurum deyil. Şeytan üçün bəyəm fərq edir. Hətta şeytana insan nalayiq sözsə, dilinin iffəti geçsə, yenə haramdır. Şeytana maraqlıdır. Şeytan deyir, hətta məni də nə söz deyirsən, deyir, tək imanın geçsin. Şeytan da insandan əl çəkir. Hara gedirsən, gəlir insanın yanına. Allah şahiddir. Möminlər yığışır bir yerə, orada da əlini çəkmir, gəlir oranı qatsın bir-birinə. İnsan buradan durur, gedir ziyarətə, məsələn, ziyarətə gedir karvandan, orada da gəlir ki, bunun imanını uğurlasın, hissləndirsin, qəzəblənsin, nalayiq sözlər desin. Oturursan, yemək yiyirsən, deyir, Bismillahı deməsən, orada da şərikəm, sənlə birlikdə yiyəcəm yeməyi. Yadıma düşdü, bu deyir, bir insan 3 il, 4 ildir yemək yiyir, amma Bismillah demir də, Allahın adını çəkmir. Amma heç şorçödə yiyərdi. Axır 3-4 ildən sonra deyir, şeytan dilə gəldi. Baxdı buna, dedi, ya Bismillahı deyil, ya bu yeməyi değişkin, mən bezdim bu şorçödə. Bu şorçödə yeməkdən mənim bezdim da. Yəni orada da gəlir insanın üstünə, orada da səni mənə əl çəkmir. O da insan diqqətli olmalıdır ki, bu bizi ovulamasın. Çox diqqətli olmalıdır. Peyğəmbər dayanmışdı, səhabəsi də yanındaydı. Bir nəfər də dayanıb səhabəsinə başladı nalayiq sözlər deməyə, Peyğəmbərin səhabəsi dayandı, dözmədi. Qəzəb gəlir axı. Başladı bu da nalayiq sözlər deməyə, Peyğəmbər durdu ayağa. Durandan sonra baxdı buna. Dedi, hara gəlsən ya Rasulallah? Dedi, o ki sənə nalayiq sözlər deyirdi, mən görürəm axı, mən Peyğəmbərəm, mələk sənin əvəzvə ona cavab qaytarırdı. Elə ki, sən də başladın, dilivin iffəti getdi, mələk çıxdı, getdi, şeytan gəldi. Mən şeytan olan yerdə oturmaram. Ona görə çıxıb gedirəm. Qadın da diqqətli olsun, kişi də. Gəldilər Peyğəmbərə dedilər, ya Rasulallah, bir dənə qadın var, bir xanım var, gecələri ibadət, gündüzləri oruçdur. İbadətlə keçirdir. Amma bir dənə mənfi xüsusiyyəti var. Dili biraz kobuddur, qonşularını da incidir. Peyğəmbər buyurdu, yox, bu qadın cəhənnəm əhlidir. İstəyir gecə namazı qılır, gündüz ibadət eləyir, oruç tutur, namaz qılır, hara gedir, bunlar fərq eləməz. Əgər tövbə eləməsə, bunlar fərqi yoxdur. Gələk tövbə eləsin. Gələk başa düşsün ki, kobud danışmaq olmaz. Hətta Peyğəmbər gördü, bir insan dünyaya başlayır pis-pis sözlər deməyə, nalayiq sözlər. İndi görsün, işi düz getmir, başladı. Bir sıra sözlər işlədir,
Gəldi, dayandı, dedi, üzünü tutdu ona, dedi, belə eləməsən. Sən dünyaya niyə nalayiq sözlər deyirsən? Sən küləyə nalayiq sözlər demə. Sən yerə nalayiq sözlər demə. Sən zamana nalayiq sözlər demə. Məkana nalayiq sözlər demə. Bunları sən niyə deyirsən? Axı bilirsən, sən bunları dedikcə onlar sənə cavab qaytarır. Cavabı sənə qayıdır. Hamısının cavabı sənə qayıdır. Zamanı pisləmə. Hava istidir, pisləmə. Külək əsir, pisləmə. Görsən, olur da bəzi vaxtlar. Mən fikirləşirdim, görsən, bu necə olur? Görsən, qadındır, bir dənə paltarı yuyub, asıb, külək gəldi bu yandan, paltar düşdü yerə, başladı. Aləm deydi bir-birinə. Orada deyiyin nalayiq demə, küləyə, yerə, göyə, zamana heç deməklə. Diqqətli ol ki, onun gəlib deyil, külək əsməlidir, əsim. Ola bilsin bizə məsələn ziyanı var. O ata gedirdi, bir dənə, iki dənə qızı var idi. Biri filan kənddə qaldı, biri obüs kənddə qaldı. Gəldi bir qızının evinə, dedi, qızı baxdı atasına, dedi, ata, səndən bir dənə xahişin var, dedi, nədir xahişin? Dedi, xahişim budur səndən. Yoldaşım bir dənə əkin əkib, sən bir dənə dua elə ata, nə olar? Yağış yaxsın, bu əkin sahəsi bir xeyri olsun. Dedi, yaxşı bala, dua eləyəcəm, sağollaşdı, çıxdı. Çıxandan sonra getdi obüsü qızının evinə, obüsü qızı ilə salamlaşdı, çıxanda dedi, qızı dedi, ata, sənə bir dənə xahişin var, dedi, nədir bala? Dedi, ata, mənim yoldaşım saxsı qablar düzəldib, qoyub damın üstünə. Sən dua elə yağış yağmasın da, nə olar? Ata baxdı, dedi, mən neyinim indi yaxşı? Yağışı istəyim, istəməyim. Yəni, biz bilmirik yaxın nə var, nə yox. Bəzi vaxtlar xeyrədir, bəzi vaxtlar ziyanlı. O da insan diqqətli olmalıdır. Nəinki danışmasında qulaq asmasın. Vallahi hədis var, insan nalayiq sözlərə qulaq assa, Peyğəmbər buyurdu, özü buyurur Peyğəmbər Əkrəm, buyurur, qulaq asana cənnət haramı var. İnsan var, utanır, bəzi insanlar utanır ki, dostum daxı 20 ildir mən bundan dostluq eləmişəm, indi mən namaza gəlmişəm, o namaza gəlməyim. İndi görüşmüşəm, mən utanıram ona deyim, nalayiq sözlər danışma. Allah deyir, cəhənnəmə gedirsən axı. Biz Allahdan insan həya eləməyir. Allah da baxır axı mənə. Allah da dostluq eləyir də bizi ilə. Biz o hara getdi? Bunlar hara getdi? Hər şeyi canı verən məgər Allah deyil. İnsan diqqət. İnsan da var, ömrü gedib, qocalıb, amma dilinin iffəti yoxdur ki, yoxdur. İnsan istəyir onunla oturanda kəlmələr nur olsun, insanın qəlbinə təsirləsin, görürsən, dilinin iffəti yoxdur qocada hətta. Bax, bu cavanlar, bu az yaşlılar baxır onlara, onlardan ibrət götürür. O da eləyəndən sonra nə olacaq? Mən hədis oxuyurdum, Allah deyir, o qoca ki, günah eləyir, deyir, mən sənə həya eləyirəm, günaha cəza verim, sən hələ həya eləmirsən günah eləməyə. Mən utanıram, həya eləyirəm, amma sən həya eləmirsən. O da insan diqqətli olmalıdır. Musa Peyğəmbər yolla gedirdi, gördü bir insan dua eləyir, yalvarır, hey yalvarır. Qaydanda gəldi, gördü, yenə yalvarır, amma hacəti verilməyib. Deyir, əlin qaldırdı yuxarı, dedi, ilahi, Allahım, əbdükə yəbki min məxafatik. İlahi, bu sənin bəndəndir, ağlayır axı. Hacəti var, niyə vermirsən hacətini? Allahdan cavab gəldi də Musa, bir dünyaya bağlı insandır, iki dilinin iffəti yoxdur. Axı, o hansı dillə məndən nə istəyir ki, o dillə nalayiq sözlər danışır? Doğrudan insan dərinliyinə gedəndə utanır. Bir dillə ki, Allahın adını çəkirsən, bir dillə Peyğəmbərin adı çəkilir, Həsən, Hüseyin, xanım Zəhra salamullah əleyhanın adı çəkilir, həmən dildən nalayiq sözlər çıxsın. Bir nəfər var idi, İmam Sadiqin dostlarından idi, dost idi imamdan. Çün nalayiq bir dənə söz dedi, imam dedi, bu sözü niyə işlətdin? Dedi, ağa, dedim də, dedi, dayı, dostluğumuz bugündən bağlandı. Sən məndən dost deyilsən. Səhabələr deyir, da gördük dostluq, getdi. Ayrıldı ondan. O iffət olmayanda dildə Allah şahiddir, insan uzaqlaşar əhl-i beytdən. Asta-asta bu günahlar insanı Allahdan uzaqlaşdırır. Günahın xüsusiyyətidir. Ola bilər bir insan indi o günahı edib bir dövür, amma bugün məqamıdır, insan tövbə eləyən. Allahdan bağışlanmaq deyə. Utana, deyə Allah, söz verirəm, eləməyəcəm. Nə qulaq asacam, nə danışacam. Ki, siz belə söz hamınız, şükür olsun Allaha. Niyə danışıram bunları? Ona görə danışıram ki, təbliğ edəsiniz bunları insanlara, çatdırasınız ki, bu cümlə günahlar Allah şahiddir, insanı Allahdan uzaqlaşdırır və neymətlərdən məhrum eləyir. Bilirsiniz ki, sonunda bunu da qeyd edeyim, Füzuli ilə bizim rayonlarımız ki, Cəbrailin işğal olunmuş
günündən 20 il ötür. Bizim Allahdan istək və arzumuz odur ki, inşallah Allah nəsib eləsin. Tezliklə Qarabağımız düşmənlərdən azad olsun. Hələ bu məclislərimiz oralarda da qurulsun. Allah bütün işğal olmuş torpaqları tezliklə azad eləsin.